başladı. 26-cı tur. Qarabağla Karvan Yev edilib. Duran irəliyir. Camilo Duran zərbə indirilir və Andrade topu oyunda saxladı. Ötürmə edildi. Zərbə Kadi. Yerli ötürmə yaxşı alındı. Qarabağdan növbəti hücum və gol. Messi burada. Demək olar ki, həll edici oldu. Ardınca Camilo Leandro. Montiel əla ötürməsi. Qarabağın növbəti hücumu. Camilo Duran qapçılı üzdə qaldı. Camilo Duran və gol. 2-0. Vəziyyətini yaratmaq istəsə də. İndi Kadi topladı. Kadi özü irəliyir. Kadidən qapı önlüdür və 3-cü gol vuruldu. Dani Bolt fərqlən. Davamında Kadi hücumu bax bu cür davam etdirdi. Montiel də topu geriyə ötürdü. Top yenidən Montiel'dədir. Ara ötürməsi. Hava ilə edildi. Dəqiq alındı. Abdullah Zubir və 4. Mərkəzi göstərdi hakim. Tekrara gələn kimi təbii ki, əyani şəkildə bir daha tanış olacaq, bir daha izləyəcəyik. Hələlik bəlli olan odur ki, hesab 4-0'dır və indi fərq 5'ə qədər də arta bilər. Camilo Duran və 5-0. Qarabağ dayanmaq bilmir. Zamanı Kobud səhvə yol verdi. Thompson Qavi ötürmə anında oyundan kənar vəziyyət yox idi və imkanımız olmur. Həm qolları xatırlaya bilmirik. Əlavə statistik məlumatlar verməyə imkan tapmırıq. Paxbutu Camilo Duran özünün 3-cü komanda bir vəziyyətdə Olavale Doyeni bu dəfə topu itirdi. Leandro topu ondan ala bildi, onu qabaqladı və ulaşdırdı. Elvin Cəfər Quliyevin zərbəsi top qapı dirəyinə dəyir. Daban ötürməsi. Elvin çatdı. Elvindən ötürmə və 7-ci gol. Bir daha təkrara baxırıq. Elvin Cəfər Quliyev. Leandro topladı. Leandro və Pedro Mateus keçdi, alındı. Gnali ötürməsi və burada Toral'ın zərbəsi. Qarabağın növbəti hücumu. Abbas Hüseynov sürətlə çatır topa. Musa Qurbanlı və 8. Köməkçi hakim bayrağı qaldırır. Bu ötürmə anında Abbas Hüseynov irəlidə görülürdü. Komanda yoldaşını tam vaxt. Qarabağ Karvan Yevlax maçında Qarabağ komandası